Dövlət İqtisad Universitetində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə əsr olunan 8-ci Ümumrespublika məzun yarmarkası keçirilib. 2006-cı ildə İqtisad Universiteti tərəfindən ilk dəfə keçirilən məzun yarmarkasında 24 bank və 340 məzun iştirak edibsə, bu ilki məzun 2013 yarmarkasına 111 nazirlik, komitə, bank və şirkət qatılıb. 7 ölkənin 52 təhsil müəssisəsinin 2000-dən artıq məzunu rəsmi qeydiyyatdan keçib. Bu barədə İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev məlumat verdi. Bildirdi ki, təqdim olunan vakansiyaların sayı 1100-dən çoxdur. Bunların 800-ü daimi, 300-ü isə müvəqqəti iş yerləridir. Ənənəvi olaraq məzun yarmarkaları Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Yeni Azərbaycan Partiyası sədrinin müavini icra katibi Əli Əhmədov isə dedi ki, əmək yarmarkaları yeni iş yerlərinin açılması ilə bağlı aparılan dövlət siyasətinin tərkib hissələridir. Yarmarkada tam demokratik və şəffaflıq şəraitində məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil edilir. Nəticədə ən qabiliyyətli və perspektivli məzunlar daimi iş yerləri ilə təmin edilirlər. Məzun 2013 yarmarkasının nəticəsində 1000-ə yaxın gəncin işlə təmin olunması nəzərdə tutulur. Elşad Həsənli, Tural Yusubov, Xəyalə Məmmədova xəbərlər. Xəbərlər davam edir.